Təmədən Yəni o uzaqlaşmaq. 1500 manatlıq paltara həqiqətənmi səmimi üstünə məbləğ qoyub satırsınız? Yəni 1500 manatlıq büyünən bir paltar böyük bir paltardır da, böyük bir puldur daha doğrusu. Düzdür, bir gəlin, bir bəy geyinməsi üçün büyünərim indiki zamanda insanlar Ucuz deyə hələ nəyə görə biz 1500 keçən manat. verilişlərdə toylardan danışırdıq Qəti etiraz da. edirəm, O ha. belə deyək də yüksək məbləğli toylardan, yüksək süfrələrdən, yüksək şadlıq evlərindən, bahalı. O amma sonda nəticə nə oldu? Sizə deyilən nə oldu? O oldu ki, borcla çıxdım. Bəli. O borcun içində, o 1500 manatlığın içində əgər düzün deyim də, lətifə sizdən uzaq olsun. Bir 600 manat, 700 manat mənim qazancımın mənim insafsızlığımdır. Yox bir 100 manat. Orada mənəvi dəyər də var da, hiss var. İnsanların bax göz baxanda gözdən, qulağın, səsin, burnunun hamısı tezliyi var. Allah insanın camalında elə bir gözəllik yaradıb ki, hamısı tezlikdir. Bütün internet, telefon, bütün görünməyən hadisələr hamısı o göz tezliyindən götürüb. Yəni nəfs. Bəli. Yəni nəfs açıq-aydın şəriət dilindən desək, nəfs. Indi deyirsiniz ki, onun üstündə o nə qədər- avtomatik siz də görməsəniz, mən də görməsəm, ortada nəfs öz işini Cavab oynayır. verəcəksiniz suala. Olar mən o xanımın yerinə cavab verim. Demək,